19-cu günün duası. Allahım, bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaxşılıqlarına tərəf asanlaşdır. Məni onun qəbul olunmuş yaxşılıqlarından məhrum etmə. Ey aşkar haqqa hidayət edən. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Allahümme veffir fihi hazzi min bərakatih və səhhil səbili ilə xeyratih və la təhrimni qabulə həsənatih ya hadiyən iləl haqqil mubin. Amin. Ya Rabbel Alemin. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm, bizi izləyən tamaşaçılara. Uca Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bir daha boynumuza minnət qoyaraq bu rəhmət, bərəkət, məğfirətlə dolu olan mübarək Ramazan ayında bizləri bir daha bir arada qovuşdurdu. Bəli, əziz tamaşaçılarımız, bildiyiniz kimi mübarək Ramazan ayının gündəlik dualarının şərhi və izahı haqqında danışırıq. Bugün sizinlə mübarək Ramazan ayının 19-cu gününün duası haqqında danışacaq. İzahına keçməzdən öncə qısaca günün duasının mənasına diqqət edək, nəzər yetirək. Allahümme veffir fihi hazzi min bərakatih. İlahi, ey mənim Allahım, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda olan bərəkətlərdən mənə pay ayır və mənə çoxlu bərəkətlər əta et deyə belə bir duala başlayırıq. Və səhhil səbili ilə xeyratih. Allahım, bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. O xeyir əməlləri əldə etmək, o savabları, fəzilətli işləri görüb qazanmaq üçün olan maniyələri mənim yolumdan aradan qaldır. Və la təhrimni qabulə həsənatih. Məni bu ayın salih əməllərinin qəbul olunmasından məhrum etmə. Etdiyim əməlləri məndən qəbul et deyə. Ya hadiyən iləl haqqil mubin. Ey açıq aşkar haqqın tərəfinə hidayət edən Allah. Amin. Ya Rabbel Alemin. Əziz tamaşaçılarımız, duanın möhtəşəmliyi elə ilk ifadədən, ilk cümlədən bəllidir ki, Allahım, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et, artır deyə. Ümumilikdə belə bir sualla söhbətimizə giriş etmiş olsaq ki, bərəkət nədir? Bərəkət nəyə deyilir? Niyə duada Ramazan ayının bərəkətlərindən mənə ver, artıq et, çox ver deyə istənilir? Bərəkət qısaca, görkəmcə az, amma mahiyyətcə çox olan bir şeyə deyərlər. Malın bərəkətli olması, bəzən bizim deyimlərimizdə, el adətlərimizdə gözəl dualarımız var. Deyir, Allah qazancığa bərəkət versin, Allah ailəyə bərəkət versin, Allah ömrüyə bərəkət. Bunlar doğrudan çox köklü dualardır. Ola bilər, bir insanın uzun-uzadı ömrü olsun, çox yaş olsun, amma ömrü bərəkətsiz keçsin. Amma ola bilər ki, insan həyatda az yaşasın, amma xalqına, millətinə, büsbütün ölkəyə, dünyaya fayda verəcək qalıcı bir şeylər. Yəni bir sözlə, bərəkət Allahın tərəfindən verilən savablı işlərin qalıcı və davamlı olmasıdır. Məsələn, insan dünyasını dəyişə bilər, amma ondan faydalı bir yerdə ağac əkib, insanlar onun kölgəsindən istifadə edir. Məktəb tikdirib, insanlar təhsil alır, tədrislə məşğuldular. Məscid tikdirib, insanlar ibadət edirlər. Bir sözlə, ola bilər ki, insan həyatda az yaşasın, amma ömrü bərəkətli olsun. Ola bilər uzun ömürlü olsun, amma ömrü bərəkətli olmasın.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2016 aprel döyüşləri, Tovuz hadisələri, böyük zəfərimiz, qələbəmiz 44 günlük zəfər müharibəsində, savaşında və son sentyabr lokal antiterror nəticəsində canlarını xalqına, millətinə, vətəninə qurban verən igidlərimiz. Baxın, 18 yaşında, 20 yaşında, 23 yaşında, ya könüllülər 27-30 yaşında bizim şəhidlərimiz. 18 yaşında bir insan, amma ömür boyu yad ediləcək bir bərəkətli ömür. İnsan dünyaya gəldikdə bir ailəyə mənsub olur. Amma zaman keçdikcə ailədən ayrılaraq bəziləri kəndə, bəziləri rayona, bəziləri şəhərə, bəziləri ölkəyə, bəziləri hətta ölkə hüdudlarını aşaraq dünyaya aid olacaq. Yəni, ailədən çıxır, artıq xalqın olur, millətin olur. Deməli, o zaman insanın ömrü bərəkətli olur, faydalı olur. Məhz biz uca Rəbbimizdən Ramazan ayının bərəkətlərini özümüz üçün istəyirik. Allahım, bu ayın bərəkətindən mənə ver deyə, mənə əta et deyə Allahdan istəyirik. O səbəbdən çalışağın bu qısa ömürdə və faydalı olmasının elə bariz göstəricisi budur ki, bu ayda Quran-ı Kərimdən bir ayə oxumaq digər aylarda bir Quranı xətm etməyə bərabərdir. Elə bərəkət budur. Görkəmcə az, amma mahiyyətcə çox olan əmələ deyərlər. Və duada da qeyd olunur ki, Allahım, Ramazan ayında olan bərəkətlərdən mənim payımı artır. وَسَهِّلْ سَبِيلِ إِلَى خَيْرَاتِهِ və o xeyirləri əldə etmə yolunu mənə asanlaşdır. Bəzən insanın çevrəsində olanlar, bəzən insanın öz daxili düşməni olan nəfsi o xeyir işləri görməyə mane olur. Bir diqqət etsək, bizim iki düşmənimiz, bir şeytan, o bizim xarici, diktə edər, amma işi edən özümüz olarıq. Amma daxili düşmənimizsə və şeytanın bizə gördürə bilmədiyi bizim nəfsimizdir. Bizim nəfsimiz şeytandan da bizə yaxın olan düşmənimizdir, iç düşmənimizdir deyə o səbəbdən Allahım, xeyir işləri görməkdə və o xeyrə gedən yolu mənə asanlaşdır deyə və yolumdakı maniyələri aradan qaldır deyə günümüzün duasında Allahdan dua diləyirik. وَلَا تَحْرِمْنِي قَبُولَ حَسَنَاتِهِ Allahım, bu etdiyim yaxşılıqların qəbul olmasından məni məhrum etmə. Duanın gözəlliyinə baxın. Deməli, bəzi əməllərimiz etdiyimiz yaxşılıqları məhv edə bilər. Quran-ı Kərimdə belə bir ayət-i şərifə keçir ki, وَلَا تُبْتِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى Verdiyiniz sədəqələri qarşı tərəfə minnət qoymaqla, baş sərkisi etməklə və onlara əziyyət verməklə heçə endirməyin. Demək, əməl özü yaxşı ola bilər, amma qarşı tərəfə minnət qoymaqla sən o etdiyin əməlin yaxşılığın, savabı özündən məhrum edə bilərsən. Allahım, bu mübarək ayda etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları və Quran-ı Kərimdən oxuduğumuz surə və ayələri bizdən qəbul et. Allahım, əl açaraq günahlarımızın bağışlanmasını səndən diləyirik. Sən rəhmansan, biz günahlarımızı etiraf edirik. Büsbütün günahlarımızı bağışla. Amin. Ya Rəbbəl aləmin.